Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Əlbəttə ki, cəmiyyətin inkişafı, ümumiyyətlə cəmiyyətlərin inkişafı və deqradasiyası bizim hamımız üçün maraqlıdır. Əminəm ki, sizin də diqqətinizi cəlb edəcək. Niyə? Çünki elə o cəmiyyət mənəm, siz, bizik, hamımızıq. Və əlbəttə ki, bizim inkişafımız və deqradasiyamız ümumi bir millətin, toplumun hansı formada var olduğunun göstəricisidir. Mövzunu müsahibimlə davam edəcəyik. Müsahibimiz Bakı Dövlət Universitetinin professor, hüquq elmləri doktoru Məhəbbət Dəmirçiyevadır. Məhəbbət xanım, xoş gördük sizi, xoş gəlmişsiniz. Dəvətimi qəbul etdiyiniz üçün də sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Siz necə düşünürsünüz? Cəmiyyətlərin inkişafı və deqradasiyası nə ilə bağlıdır? Hansı amillərlə? Ümumiyyətlə, dövlətin inkişafı birinci növbədə dünyada ən çətin idarə olunan dövlət ailədən başlayır. Ailələr düzgün idarə olunmadıqca cəmiyyətin heç bir inkişafından, heç bir irəliləyişindən söhbət gedə bilməz. Mən hər vaxt deyirəm, nə iqtisadi, nə siyasi tədbirlər qorxulu deyil, qorxulu ailələrə qarşı olan hücumdur. Bugün Azərbaycanda həm təhsilə, həm ailələrə qarşı elə bir xüsusi bir terror hazırlanır. Tərbiyəni hara çəkib aparırlar, özləri də bilmirlər. Bu qədər böyük bir agitasiya bir millətin mentaliteti məhv edir. Kim çəkib aparır? Yəni aparırlar geniş anlamda. Bugün bir ailəyə qonaq gedirsənsə, orada bir nəfər ya da çay çörək gətirənin danışdığını görürsən. Hərə bir köşkdə əlində telefonlandı. Einstein deyirdi ki, ən qorxduğum şey odur ki, texnologiya o qədər inkişaf edə ki, insan ünsiyyəti sıfıra inə. Bugün bütün dünyada, demirəm tək Azərbaycanda, insan ünsiyyəti məhv olubdur. Hərə bir parça sosial şəbəkədən götürdüyünün dalınca gedir və bunu da cəmaatın gözünə soxur. Cəmiyyətdə də təhsil olduqca zəifləyibdir. Orta məktəblərdə birinci sinif uşağına müəllim mi tutulur? Amma bəli, təcrübə göstərir ki, günümüzdə elədir, yəni tutulur. 80% uşağına müəllim tutur. Niyə? Valideyn özü cahildir. Valideyn özü təhsil almayıb vaxtda. Bir ailənin bütövlüyü, bir dünyanın inkişafı təhsillə ailənin bir-birinə sintez olmasıdır. Valideyn cahildir deyirsiniz və repetitor tutur övladı üçün. Repetitor tutmasın, cahil valideyn... Cahillik nədən irəli gəlir? Hamısı boş vaxtdan irəli gəlir. Gəlin, sizin verilişdə elə 21-ci əsr qadınlarıdır, amma mən həm 20-dənəm, həm 21-dənəm. Biraz orada düşmüşəm. Bizim qadınlar bugün paltar qaynatmaq, sabah ət çəkmək, sonra paltar ütüləmək, qonaq qəbul edib, qonaq yola salmaq, bayramlara hazırlaşmaq adında böyük bir tədbirlərimiz olurdu. Və biz zaman tapa bilmirdik. Vaxt tapan kimi də yazıb pozurduq. Bugünün gəncliyinin vaxtı həddən ziyadə çoxdur və o vaxtı da çox ağılsızcasına sosial şəbəkələrdən istifadə edirlər. Mediada verdiyiniz açıqlamalardan bilirəm ki, sizin də həssas nöqtənizdir. Təbii ki, mən də qatılıram sizə. Əlbəttə, sosial şəbəkələrdən düzgün istifadə olunmaması çox ciddi problemdir. Amma bu sosial şəbəkələrdən düzgün istifadə olunması çox mu çətindir? Bu, bilərəkdənmi, populyarlıq naminəmi həyata keçirilir? Mən sizə bir şey deyim mi? SSR dağıldıqdan sonra Azərbaycanda aşağı-yuxarı səhv deyə bilərəm, 2-3 mindən çox fabrik-zavod bağlandı. Mən indi öyrənmək istəyirəm, tamaşaçılar da orada yazsın. Göydələndən başqa, harada biz fabrik-zavod tikdik? İnsanlar işləsin, başı qarışsın. Bilirsinizmi? Bugün o populyarlaşmanın 90%'nin arxasında para pul durur. İnsan, Hacı Zeynalabdin Tağıyev deyir, pul gələr də, gedər də, amma şəxsiyyət olaraq formalaşmadınsa, sən heç nəsən. O pulun altında sən heç parıldamayacaqsan. Amma siz də gözəl bilirsiniz ki, biz ümumiyyətlə elə bir tarixi dönəmin insanlarıyıq ki, mənəviyyatın, daha doğrusu maddiyyatın mənəviyyatı üstələdiyi bir dövrün insanlarıyıq. Burada bir tarix zaman amili də var. Mən əsl onunla qəbul eləmirəm. Çox vaxt belə diskussiyalarda da deyirlər, zaman dəyişib Məhəbbət xanım, yəni hər şey dəyişib, bir Məhəbbət xanım dəyişməyib. Elə dünya yoxdur. Zaman o vaxtı dəyişərdi ki, ikicə fəsil olardı. Aylar, illər bu cür getməzdi. Nə zaman dəyişib, nə günlər, nə illər. Dəyişən sadəcə biz insanlarıq və biz bu dəyişikliğimizlə gələcəyimiz olan gəncliyi məhv edirik.
bizim fundamentimiz, bizim kökümüz, bizim yetiştirdiyimiz gənclərdir. Cəmiyyəti kimlər formalaşdıra bilər? Biz bugün insan olduğumuz üçün biz bugündən Ancaq danışırıq. ziyalılar. Bugün ziyalı mövqeyi varmı ortada? Yoxdur. Mən deyim niyə? Çünki ancaq telekanallar, bu özəl şirkətlər pul qazanmaq hesabına harda bir yalandan əlində mikrofon olan, yalandan mikrofon olana, mən musiqini çox gözəl dərk edirəm, duyumum var. Bəzən diqqətlə qulaq asanda boğuluram. Aleksandr Duma demişdi ki, Qafqazda bir millət var, onun adı Azərbaycanlıdır. Burada verilən bir söz Avropanın 10 dənə notariusa təsdiq olunmuş sənədini əvəz edir. Görün biz kim idik, kimlər olduq. İndi bəzən aşağı paltar yadlarından çıxır, bəzən üst paltarları yadlarından çıxır və gənclərin də o müəyyən devri var da, onlar ona oxşamaq istəyir, onlara çoxlu əl çəkilir, çalınır, onlarla çıxılıb şəkil çəkdirilir. Məmməd xanım, kritikanız çox sərtdir. İcazə verin burada müdaxilə eləyim. Olduğu kimi. Baxın, cəmiyyət sadəcə alt və ya üst paltarını unudub geyinməyənlərdənmi ibarətdir? Bir dənə mənə kanal deyin, ola bilər mən o qədər kanallarla yəni yaxın tanış olmayan bir jurnalist deyiləm. Amma mənə bir kanal deyin ki, Məbət xanım, neçə kanalda ziyalılar dəvət olunur, gənclərin tərbiyəsi məsələsinə baxılır, onların o ziyalılığı ortaya ziyalı qoyulur. Mövqeyi ilə cəmiyyətə maarifləndirirlər. Mən bir dəfə Moskvada məndən intervyu götürmüşdülər, çoxdanın sözüdür ki, Məbət xanım, bugünkü gəncliyi necə görürsən? Demişdim ki, birinci tərbiyə, sonra təhsil. Və ən qorxulu gənclik kimdir bilirsinizmi? Çox savadlı olan, lakin tərbiyəsi və əxlaqı yerində olmayan adamlar. Onlardan çox şeylər gözləyə bilərsən. Ən böyük silah onlardadır. Bir dənə kanalda da 5 alim çağırılsın. Mənim üçün çox incidici bir hal da oldu. Bu yaxınlardan bir şan şöhrətlə elan edilər filan kəsin əmək haqqı 17 min, bununki 14 min, bununki 13 min. Gəlin görək, ziyallının mövqeyi niyə olsun? Bir alim yalnız xırda məişət xarakterli şeylər haqqında düşünəcəksə, onun böyük fikirlər haqqında düşünməyə nə vaxtı, nə həvəsi yoxdur. Niyə bilirsinizmi yoxdur? Bir alim, ən yüksək məqamda olan alim, 37 il bir təşkilatda işləyib, elmin ən yüksək pilləsində duran adamın əmək haqqı 1300 manatdır. Ondan balaca vəzifəsi olan alimin 1000 manatdır. Gəlin görək ya, biz sizə mən bir sual verirəm, hörmətli tamaşaçılar və aparıcı. Bu nazirləri, bu millət vəkillərini, bu məmurları, həkim, hətta orta məktəb müəllimləri, sizləri yetişdirən kimdir? Müəllim, Alim. təhsil. Alim. Təhsil. Müəllim orta təhsil verir, çox vaxt onlar oxumurlar, oradan da nə bilim gedirlər peşə fəaliyyəti ilə məşğul. Amma bu diplomlar ki sizə verilibdir, bugün qabağınıza tutub parıldadırsınızsa, onların hamısının arxasında duran alimlərdir. Həmin o alimlər ki, akademiyada 600-700 manat əmək haqqına işləyirlər. Sonra yüksək ideyalar istəyirsiniz alimlərdən. Amma alimlər özləri də əgər müraciət eləmir, bunu ictimailəşdirmirlərsə, Qəbul eləmirəm. Tələb Telekanalın demək ki, hallarından 90%. məmnundular. Yox, telekanallarda artıq show biznes deyil, çox üzr istəyirəm tamaşaçılardan, bədəninin arxası ilə oxuyanlara yol verilir və bununla da onlar orada meydan suluyur. Bilirsinizmi, korona vaxtı mən bir şeyə rast gəldim. Rast gəlmədim, fakt yazılı dinlədim. Nadir Qəfarzadə dedi ki, ondan soruşdular ki, axırıncı dəfə hansı kitab oxumusan? Dedi, nə kitabı? Gəl gedək, koronadan çox qabaq idi. Mənim xaladenikimə də baxaq, professorun xaladenikində açaq baxaq. Zaman elə fırlandı ki, gəldi düşdü korona, həmin vaxtı Nadir Qəfarzadə, mən tanımıram, vallahi heç üz-üzə görməmişəm, yolda görsəm də tanımıram, lakin bir alim kimi o söz məni çox incitdi. Təbii ki. Çox qırdı tökdü. O da Nadir Qəfarzadənin cahilliyi idi, yəqin ki. Cahil zad deyil, inirsən ona aparırlar 10 minə toylara. Dalına qulaq asın. Sonra bu korona vaxtında bilirsinizmi nə dedi? Dedi, bizim professorlarımız, alimlərimiz haçan bunun kökünü kəzəcəklər, evdə oturmaqdan dəli olduq. Demək,
nə vaxtsa siz pul qazana bilməyəndə alim yadınıza düşür. Və bu üzdən iraqlar var ha, düşüblər bu sosial şəbəkənin canına. Məhəmməd xanım, o üzdən iraqlar dediniz ki, sosial şəbəkənin canından düşüblər və haqlısınız. Mən də bir vətəndaş kimi, bir insan kimi diksinirəm, iyrənirəm bu hallardan. Bəli, siz də həmçinin və əksəriyyətimiz. Bunu yaradan o boşluğu biz harda buraxdıq? Əxlaq polisi adında ayrıca, çünki polisin işi həddən ziyada çoxdur. Onlar durub sosial şəbəkədə oturub hər para beyin üçün qaça bilmirlər. Bunlar üçün Daxili İşlər Nazirliyində ayrıca bir qurum yaradılmalıdır ki, biz Avropalaşa bilərik, lakin Avropalaşmaq çılpaqlaşmaq demək deyil. Bir alim acından öldü küçələrdə, evi yox idi, kitabları yığıldı, kimsə ona kirayə mi verdi, bilmirəm, yaxşı yadımda deyil. İndi gəlin görək, bir gündə bu üzdən iraqlar orada kart qoyur, şirt deyirsiniz, canavar deyirsiniz, öküz deyirsiniz. Bir günü 10.000 pul yığırlar buna. Bəli. Niyə? Nədən? Özü də bunlar üçün də tufan eləyirlər ki, filan kəs niyə həbs edildi? Filan kəs bir aylıq həbs edilməməli idi. Filan kəs ümumiyyətlə yığışdırılmalı idi oradan. Əsasən gənclikdir də bu mövqedə olanlar. Siz bilirsiniz yəqin ki. Vallahi Əsasən inanın gənclik ki, yox. Yox, Mən deməzdim. Yaşlı başlı qadınlar da can qurban olum, ölüm ayaqlarının altında vəlizardır, yelizardır, nədir? Biri təzə peyda olub. Ölüm ayaqlarının altında deyir ya buna. O zaman Qadın, ay kişi, ağsaqqal kişisən. Mən bu sözü bir neçə kanalda da demişəm. Demək, Naxçıvana bir nəfər, mən müğənni demirəm, onlara mikrofon tutub oxuyan deyirəm. Gəlib düşübdü, kişi bunu qarşılayır, toyuna çağırıbdı. Deyir, ölüm ayaqlarının altında, ay Şəbnəm xanım. Mən həmin günü fikirləşdim ki... Mən onu soruşurdum, biz harada o boşluğu buraxdıq? O daha 30 il, 40 il, 50 il öncə verilən təhsildəmi, tərbiyədəmi, mənə dəyərlərimizi yaşada bilməməkdəmi? Harada buraxdıq o boşluğu ki, bugün yaşlı başlı adam həmin siz dediyiniz tiplərə deyir ki, ayağın altına qurban olun. Mətənət xanım, bax, intervyu götürürlər bir döyürürsən çöllərdə. Deyirlər, filan kanallar bağlanıbdır, nə deyirsiniz? Bir nəfər orada çıxıb demədi ki, bu niyə bağlanıbdı, bizə lazım idi o. Hamı söyür. Cəmiyyət söyür. Bir söz deyim mi? Heç kəs elə düşünməsin ki, bütün bu qüsurları biz görürük ya. Bunu hər kəs görür. Hamı görür, bəli. Hamı görür. Kör deyirlər ki. Bəlkə ictimai qınaq düzgün formalaşmır. İctimai qızaqla həll edə bilər bu məsələni. Biz belə bir adamlarıyıq. Fikir ver, kanallar bağlanan kimi hamı az qaldı uça göylərə. Amma dünənə qədər, ay xoş qədəm, ay zaur, balana qurban olum, yıxılırlar yerlərə, yerdə sürünürlər. İyi, becər görüntülər. Bircə dəqiqə, bax, Türkiyədə də bu kanallar var, danılmamalıdır, Moskvada da var. Amma o qədər ədəb-ərkanla, o qədər həddinlə artıq bu adamlar bir şeyə xidmət edirlər. Məhəmməd xanım, amma Azərbaycanda bugünkü mənzərə təxminən bir 15-20 il öncə ilə Türkiyə, Rusiya kanallarında var idi. İndi gəldi, bizə çıxdı. Mənim evimdə bir dənə də kanal yoxdur, heç birinə də baxmıram. Bu başqa bir mövzudur. Bəli, sinirlərimi xərab eləyir. O sizin şəxsi seçiminizdir, aydındır. Əsəb simptomu keçirirəm. O qədər yoruluram bu mövzulara baxanda ki, 3 nəfər Məhəmməd xanım, siz özünüzü ziyalı sayırsınız. Yox, valla ziyallı olsam bugün də olmaram. Ziyallının bir 3000, 5000 əmək haqqı olar. O da gecə-gündüz xırda məişət xarakterli şeylər haqqında düşünməz. Mən başqa şey demək istəyirdim. Yəni, siz cəmiyyətdə nüfuzu, hörməti olan bir professor kimi, bir ziyalı xanım kimi qiymətləndirirsiniz. Mən belə düşünürəm. Mənim mövqeyim budur. Bir dəqiqə. Və əgər siz bugün televiziyalara embargo qoyub sinir krizi keçirirsinizsə, o zaman bu siz dediyiniz problemləri kim qabartacaq, kim qabartmalıdır, onlarla mübarizəni kim aparacaq? Özünüz dediniz axı biraz öncəki ziyalı mövqeyi olmalıdır ortada. Çexov müəllimlər haqqında çox yazan bir gözəl mütəfəkkir olub. O yazırdı ki, bir millətin varı, dövləti onun ziyallısıdır. Lakin o milləti gözdən salmaq, o millətin inkişafını dayandırmaq istəyirsənsə, onun müəllimini gözdən sal. Bugün sosial şəbəkələrdə kimlərdir lağa qoyulan, kimlərdir ay nə bilim tort gətirildi, ay nə bilim burada ad günü keçirildi. Ya ondan sonra 8-ci, 9-cu sinifdə oxuyan qızların uşaqlarına bir söz deyiləndə valideyn hücum çəkir gedir ki, sən kimsən mənim qızıma belə bir söz demisən.
Bizim vaxtımızda belə dünya yox idi. Heç birimiz gəlib müəllimdən evdə şikayət edə bilməzdik. Çünki o müəllimin məqsədi bizə düzgün yol göstərmək idi. Müasir müəllim mi özünü gözdən saldı? Yoxsa Cəmiyyət gözdən saldı. O cəmiyyətin də o müəllimə rəhbərlik edən yuxarı instansiyalar onların arxasında durdu. Professor, ideal cəmiyyət mümkündürmü? Yox, və bayaq dedim, dünyada ən çətin idarə olunan dövlət ailədir. Və bu dünyanın problemi də insandır. Belə, Bakı Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru Məhəbbət Dəmirçiyevaya məxsus dinlədiyiniz fikirlər sizinlə görüşəcəyik növbəti proqramlarda. Salamat qalın.